Ama bir dəqiqə, sən bu sözü kimə deyirsən? Mən sözü attım tutan tutdu bura. Qız olmaq çətin deyə. Vallahi inansa kişi olmaq da çətin deyil, bir şey deyil. Əşinə danışsan, elə bilsəm kişi olaraq qalardım. Biabırlı olursan ha, sən fəxr eləməlisən, fəxr. Dədən bir saatda İtaliyadadır, hər yerdə coşaqçını gətirdirlər. Üstünə də yazıblar, nədir bu? Wanted. Yəqin burada mujik deməkdir. Sən həkim yanına gəlmirsən. Mən 12 il təhsil almışam ha kişi. Mən morqda adam doğramışam. Sən mənə burada gəlib nə danışa bilərsən ki, utanmalı olsun? Nə pox imisən sən? Hardan bildiniz? Amma bratelə çatan kimi çıxartdım, elə soxdum. Toku rozetkiyə soxdum. Televizor yandı. Söz çıxardırsan. Mənim özümdə də elə günah ki, sənin kimi adamla oturub dururam. Uşaqlıqdan mənə demişdilər ki, bu fərri adam deyil. Kim deyirdi? Allah babam. Qardaşın da o vaxt ona Nana, sənə belə bir maraqlı sual. Bir günlük kişi olsaydın nə edərdin? Bir günlük kişi olsaydım, nə bilim maraqlı sualda amma ağlıma heç nə gəlmir. Bəs sən nə edərdin? Mən olsaydım